Biri var idi, biri yox idi. Əli adlı bir oğlan var idi. Əli günün çox hissəsini telefona baxaraq keçirirdi. Yemək yeyərkən telefon izləyir, məktəbdən gəldikdən dərhal sonra telefonla məşğul olurdu. O qədər telefona baxırdı ki, özünü çox yorğun və halsız hiss edirdi. Günlərin birində Əli yenə telefona baxarkən dostu Əvəz gəldi. Əvəz çox şən oğlandı. Dostları ilə oynamağı və kitab oxumağı çox sevir. Elə həmin gündə Əli ilə futbol oynamağa gəlmişdi. Amma Əli telefona elə diqqətlə baxırdı ki, heç Əvəzin gəldiyini hiss etmədi belə. Elə bu vaxt birdən telefonun ekranı parıldayıb güclü mavi işıq saçmağa başladı. Əli və Əvəz çox qorxdular. Əvəz Əliyə səslənərək, "Əli, tez ol, gəl qaçaq" dedi. Əli isə təəccüb və heyrət içərisində, "Nə baş verir?" deyərək donub qaldı. Əvəz yenidən Əliyə səslənərək, "Əli, məni eşidirsən? Gəl, tez ol" dedi. Əvəz Əlinin təəccüblə hərəkətsiz qaldığını görüb ona kömək etmək istədi. Elə bu vaxt mavi işıq böyüyərək uşaqları əhatəyə aldı. Dostlar qorxaraq bir-birini möhkəm qucaqladılar. Gözlərini açdıqda isə özlərini tamam başqa bir dünyada tapdılar. Bura virtual aləm adlanırdı. Əli və Əvəz təəccüblə ətrafa baxarkən elə bu vaxt yeni varlıqlar peyda oldu. Bu varlıqlar vaxt quldurları adlanırdı. Onların qara tüstüdən bədəni, qırmızı alov kimi parlayan gözləri vardı. Əllərindəki qum saatlarını yelləyərək dedilər, "Biz vaxt quldurlarıyıq. Telefona çox baxanların vaxtını oğurlayırıq. Onları ailəsindən, dostlarından uzaqlaşdırıb tək qalmaları üçün əlimizdən gələni edirik. Əli, sən yenə də telefona bax. Telefonla oyna. Sən telefonda nə qədər çox vaxt keçirsən, biz bir o qədər güclənirik, çoxalırıq." Uşaqlar bərk qorxmuşdular. Əvəz dostunu vaxt quldurlarından qorumağa çalışırdı. Elə bu vaxt dostların köməyinə virtual aləmin qoruyucusu Bayquş ana gəldi. O nəhəng sarı qanadlarını açıb, mavi gözləri ilə uşaqlara baxıb səsləndi. "Uşaqlar, yəqin siz telefonla həddindən çox vaxt keçirmisiniz. Ona görə də virtual aləmə düşmüsünüz." Əli utanaraq başını aşağı salıb dedi, "Mən belə olacağını bilmirdim." Bayquş ana Əlinin peşman olduğunu görüb dedi, "İndi ki peşmansan, onda sizə buradan çıxmaq üçün kömək edəcəyəm. Sizi 4 qapısı olan bir labirintə göndərəcəm. Qırmızı qapı virtual aləmin digər bölmələrinə açılır. Yaşıl qapı təbiətə, dağlara, meşələrə aparır. Mavi qapı gündəlik həyatını plan quraraq daha səmərəli vaxt keçirməyin üçündür. Sarı qapı isə dostlarınla oynamaq üçündür. Seçimini et, amma diqqətli ol. Bir şansın var." Qırmızı qapı Əliyə daha cəlbedici görünsə də, o başına gələn hadisələrdən dərs çıxararaq bu qapını seçmək istəmədi. Əli biraz düşündükdən sonra telefonu söndürüb yerə atıb, mavi qapını seçərək gündəlik həyatını planlayıb, həyatını daha səmərəli və sağlam yaşamağı seçdi. Dostu Əvəz də onu dəstəklədi. Elə bu vaxt hər şey yox oldu. Dostlar özlərini evdə tapdılar. Əvəz Əlinin telefonu yerdən götürdüyünü görüb dedi, "Əli, sən yenə telefona baxacaqsan?" Əli cavab verdi, "Həm hə, həm də yox." Əvəz təəccüblə dedi, "Necə?" Əli cavab verdi, "Plan quraraq." Dostlar bircə sağlam həyat adlı plan hazırladılar. Plana görə Əli biraz ailəsi ilə, biraz dərslərlə, tapşırıqlarla, biraz dostları ilə oyun və biraz da telefonla vaxt keçirməyi planladı. Dostlar planı qurduqdan sonra ev tapşırıqlarını həll edib yeni biliklər öyrəndilər. Daha sonra parka gedərək orada topla oynadılar. Uşaqlar, telefon və digər texnologiyalar bizlərin həyatını asanlaşdıran və bizə kömək edən çox maraqlı və yararlı alətlərdir. Lakin unutmayaq, qədərindən artıq istifadə asılılıq yarada bilər. Bu asılılıq bizi real həyatın gözəlliklərini qaçırmağımıza səbəb ola bilər. Axı həyat ailəmizlə, dostlarımızla, təbiət ana ilə çox maraqlıdır.